Buradan Oktayın oğlu Ormana salamlarımızı bildiririk bu oyuncağa görə. Məncə epik oyuncaqdır və mən açıq həyəcanlanıram oynayanda. Getdiyi birinciden vuracağım. Amma necə ola bilər? İkinci adını Burada yazılacaq da 2-0 yoxsa yox? 3-0'dır. 3-0'dır, okey. Elnur, bizim kanallarda indiyə qədər çəkilişlərdən ən xoşuma gələn çəkiliş hansı oldu? Ən xoşuma gələn çəkiliş Məmməd Süleymanov çəkilişidir. Birincisi qalx bomba yerdir. İkincisi söhbət ələ alınıb. Üçüncüsü mən özüm orada olmuşam. Amma adımı yazmamışam. Aşağıda yazmamışam. Bu özü bir konspirologiyadır. Bizim bugünkü temamız konspirologiyadır. Nəyə görə konspirologiyadır? Çünki əslində konspirologiya Azərbaycanda bir dənə kitab yazılıb, Həmid İrisi yazıb onu. Amma dəxli yoxdur. Nə baxımdan? Orada məqalələr toplusudur. Sadəcə o mövzu işlənib. Rusiyada Dugin bu mövzunu ortalığa salıb, amma çox belə necə deyim, mistik, belə irrasional niqaba bürünüb də bu söhbətlər. Mən nəyə görə əsəbləşib bu mövzunu təklif elədim? Bugonia filminə baxdım. Bu bizdə kinoteatra gəlmişdi, Lantimos'un filminə. Yəni çox pis filmdir deyə bilərəm. Yəni mövzusu etibarilə bəlkə çəkilişi zadı maraqlı. Hə, bir də aktyor, bomba aktyordur o baş qəhrəman rolunu oynayanda, o dəli rolunu oynayan, adını bilmirəm, Sarıbaş. Amma heç o film deyil. Nəyə görə orada? Çünki orada demək, güya ki orada bir kompaniyadakı bir qadını oğruyur 2 nəfər və bunlar dəlidirlər, elə bilirlər ki, bu məhv eləməyə çalışır da hamını. Həmin o kampaniyanın başındakı qadın. Amma orada bu həmin adamı o qədər belə dəli başına xara kimi göstərdilər ki, halbuki bu adam organizə etməklə rasionaldır. Yəni adam oğurluq təşkil edib, gedib orada nə bilim məkan zad edib. Yəni kifayət qədər organizə olmuş bir sabotaj eləyib. Amma bunu dəli kimi göstərdilər ki, sanki bu bir gicdir də, belə deyək də. Ümumiyyətlə mən fikir vermişəm, konspirologiya, kim ki konspirologiya ilə məşğul olur, onu belə yad planetdə inanan kimi, yaxud nə bilim sanki bu nə bilim mənasız insan. Mənasız bir adamdır, ta ki şeyə inanır. Boş-boş işlərlə məşğul. Hələ yəni çox irrasional bir şeylərə inanırmış kimi, düz dünyaya inanır. Bax düz dünyaya inanmaqla həmin mehman bir adamla görüşüb. Deyib ki, mən müsəlmanam, deyib ki, hə sən düz dünyaya inanırsan. Bax o təxminən onun kimidir də. Yəni konspirologiya özlüyündə nədir? Sövdələşmə deməkdir də. Yəni aşağılar inanır ki, heç bir siyasətlə məşğul olmayan adi taksi şoförü inanır ki, yuxarıda sövdələşmə var və onu istismar edirlər. Okay? Yəni siyasəti buraxmırlar belə deyim. Bu özlüyündə bu instinktin özü kifayət qədər rasionaldır. Çünki biz bilirik ki, belədir məsələn. Amma aşağıların arqumenti olmadığı üçün, yəni real fakt olmadığı üçün, çünki bax filan kəs, filan nə bilim prezidentlərlə yuxarı adamlar zaten bizi idarə edirlər, arqument olmadığı üçün, yəni yazılı mənbəsi olmadığı üçün onu gic yerinə qoyurlar, deyirlər ki, sən irrasional adamsan. Halbuki o adam əllə tuta bilməz həmin adamı deyək ki, istismar vaxtıda, amma rasional şəkildə arqumentlər deyir. Misal üçün ağlıma Foucault gəlir niyəsə. Foucault 20-ci əsrdə demək bu deyəndə ki, bizi həbsxana olaraq istismar eləyirlər, nəzarət eləyirlər, məktəb olaraq, tibb olaraq, əslində kifayət qədər arqumentativ şeylər qoyurdu. İstinadı ilə, filanı ilə də. Rasional bir qədəmələrlə irəliləyirdi. Ən axırda da görsədə bilmirdi ki, bu adamlar pərdə arxasındadır, filan rahib, filan Vatikan adamı. Deyirdi ki, power'dır da, gücdür bizi nəzarət edən şey. Bu prinsipcə konspiroloqdur, yəni belə baxanda da, yəni son sübut eləyə bilmir, amma eləyir. Niyəsə biz bu ilə düz dünyaya inananları ikisinə də konspiroloq deyirik. Məncə bu yuxarıdan gəlir bu sifariş, media zad vasitəsilə. Və bunu gic yerinə qoyurlar ki, misal üçün həqiqətən də bizi idarə eləyirlər və həqiqətən də misal üçün biz iş yerində belə bir adamdan xoşuna gəlməyəndə onu WhatsApp qrupu, başqa bir WhatsApp qrupu açırlar, onun dalınca danışırlar da. Bu artıq sövdələşmədir. Yəni ki, deyək ki, mən bu adamın xoşuma gəlməndə olub da məsəl üçün bir işdə işləmişəm korporasiyada. Atıblar onu bloka, başqa bir dənə WhatsApp qrupu açırlar, deyirlər ki, o işdən çıxaraq falan. Və düşünürəm ki, burada sövdələşmə varsa 250 manatlıq işdə. Hay milyardlar söhbətində hər halda bunlar hər şeyi açıb demirlər. Pərdə arxasında müəyyən şeylər danışılır. Amma aşağıları irrasional olmaqda günahlandırırlar. Nə fikirləşirsən? Məsələn, doğrudan bu gic yerinə qoymaq da cəmaatı yoxsa necə? Konspirologiya ilə bağlı yəqin ki, nəsə demək üçün, və də yəqin ki, hər şeylə bağlı, bir şeylə bağlı nəsə rəy vermək üçün o şeyin definisiyasını, yəni tərifini bilmək yaxşı olardı. Konspirologiya elədir ki, biraz sürüşkən mövzudur. Tutaq ki, iki komanda üz-üzə gəlir futbolda. Tutaq ki, baş məşqçilərin hərəsinin özünə məxsus strategiyası var. Soyunub geyinmə otağında öz oyunçularına həmin şeyləri deyirlər. Və sonra da stadionda onu görür. Onun özünü konspirologiya hesab eləmək olarmı digər qrupa görə?
Yəni konspirologiyanın definisiyasında belə bir şey var ki, bir şəxs və bir qrup şəxs digər şəxslərə qarşı onların xəbəri olmadan nəsə eləyir və bu əgər bilinsə, bu heç də etik bir şey kimi görsənməyəcək, qeyri-etikdir. Yəni deməli kökündə bunun gizlilik var, kökündə bunun qeyri-etik olması var və yaxud ədalətsiz olması var. Biz belə götürsək konspirologiyanı, Foucault da haqlı çıxır bu barədə, amma düz dünyaya inanan adamın fikri konspirologiyaya girə bilməz. Yəqin o mənada ki, burada hansısa bir şəxsi qəsdən və ya hansısa bir topluluğun qarşısında hansısa ədalətin üstündən xətt çəkib onlara qarşı hansısa bir neqativ bir təsirlə çıxış etməkdən söhbət getmir. Yəni kimsə düz dünyaya inanırsa, deyirlər ki, bu elmi konspirologiyadır ya da elmin konspirologiyalaşdırılmasıdır və s. Bu hansısa bir marağa xidmət edirsə, o zaman həmin hipotez konspirologiya kimi götürülə bilər yəqin ki. Əgər kiməsə istisi və soyuğu yoxdursa bu söhbətin, o zaman qala bilər ki, yox, elə prosto deyilən fantaziyadır, prosto açıqlanır, deyilir. O iki dənə şey deyirlər. Deyirlər ki, məsəl üçün konspirologiyanın, yəni müdafiə edənlər ki, bu əslində rasional bir şeydir. Prosto aşağıların yuxarılara qarşı silahlı da bir növ. Yəni mənim gücüm yoxdur, sənin var. Mən sənə qarşı bir ifşa edirəm səni. İfşa etmək sənətidir. Niyəsə konspirologiyada elmə bəlkə də sonradan gəlib. Niyə bunu deyirəm? Çünki konspiroloji aktlar tarixdə hansısa hakim sülaləyə qarşı olub. Məsələn, tutaq ki, Böyük Britaniyada Guy Fawkes, o maskanı tanıyırıq. V for Vendetta'dakı maska. V for Vendetta'dakı maskanı Guy Fawkes'dan götürüblər. O Lordlar Palatasını bir qrup katoliklə bir yerdə partlatmağa cəhd göstərib 16-cı əsrdə deyəsən 1-ci Jamesə qarşı olub. Alınmayıb, tutublar onu da, və edam olunub və s. və ilaxır. Bunun özü də siyasi bir konspirologiya olaraq götürülür, tarixdə işlənilir və konspirologiya ilə bağlı danışanda bu deyilir. Burada bir qəsd var. Bu gizli idi, sonradan ifşa olundu və hüquq cəhətdənmi, etik cəhətdənmi gördülər ki, bu işləmir. Ona görə də həmin adam edam olunur və konspirologiya olaraq qeyd olunandan sonra qınanılır. Biz yəqin ki, konspirologiyadan danışmaq istəyiriksə, siyasət və bəlkə də sənətdə konspirologiyanın siyasət üzərindən təsviri necə olub sənətdə, bəlkə də ondan danışmalıyıq. Və yaxud ekzistensial konspirologiya. Mən də ikisini deyirəm. Siyasətlə və ekzistensial barəsində. Birincisi, siyasətin konspiroloji olmasını filmdə göstərən adam, yəqin ki, ən yaxşısı Alan Pakuladır. Paranoya trilogiyası çəkib 71, 74, 76, 20-ci əsrdə. Bu adamın filmlərində görsənir ki, cəmiyyətə qarşı hansısa böyük qüvvələr, bu qüvvələr hansısa bir fantastik bir şey deyil, həmin cəmiyyəti idarə edənlərdir. Onlar tərəfindən onlara qarşı bir qəsd var. Bu dezinformasiya ilə bağlı ola bilər, informasiya çatışmamazlığı ilə bağlı ola bilər, media üzərindən ola bilər sənin dediyin kimi. Hansı korporativ güclər var ki, onların insanların əleyhinədir və insanların ondan xəbəri yoxdur və bəzi qəhrəmanlar təbii ki, filmdə onu açmağa çalışır. Və filmin adının paranoya olmağı da maraqlıdır ki, heç kəs onların bəlkə də getdiyi yolun o qədər də uğurlu olacağını düşünmür, amma onlar gedib axıra qədər çatırlar və bəziləri hətta canları bahasına onu edir. Bəziləri isə sadəcə vəziyyətlə barışmalı olur, çox belə nihilist ab-havada bitir film. Yəni o aşağılar o korporasiyaların sövdəsini açmağa çalışırlar. Sövdəsini açmağa çalışırlar, bəli. Bunu konspirologiya olaraq, konspirologiyanın çox yaxşı təsviri olaraq sənətdə götürmək olar Alan Pakula. Bu bəlkə də belə də bölə bilərik ki, bu kapitalist tərəfdən konspirologiyadır. Sovet dövründə, özəlliklə də Stalinin rəhbəri olduğu dövrdə Stalinin insanlara qarşı olan terror siyasəti və yaxud kimlərisə səsini boğması ilə bağlı müxtəlif cür rəylər verilib. Biz bunu yenə sənəd üzərindən Orwelldən, yəni ki, ilk ağla gələn bir adam olacaq ədəbiyyatdan Orwell 1984 üzərindən Sovet mövzunun Sovet olduğu, məkanın Sovet olduğu və yaxud Orwell universal düşünə bilər, məkandan çıxardır, tutaq ki, ədəbiyyat əgər universaldırsa, bütün dünyada belə bir şeyin baş verə biləcəyi ilə bağlı bu cür konspirologiya hansısa fərdlərin həyatına son qoya bilər.
bu cür də deyə bilərik, kapitalist və sovet baxımından. Bu sadəcə şərti bölmədi. Yəni kimsə başqa cür də bölə bilər. Belə deyək də, məsələn, siyasət sənəti də belə deyək. Bu nədir? Siyasətçilər öz oponentlərinə, həmçinin aşağılara xalqa olan şeyləri deməməlidir. Yəni bir siyasətçini analiz edəndə sən onun dediyi şeyə yox, demədiyi şeyi nəzərdə tut. Həmçinin yazılı mənbələr. Deyək ki, məsəl üçün Yahudilər indi soyqırım eləyir Fələstində. Onun yazılan mənbələrinə inansaq, Yahudi mediasının yazılan mənbələrində yazılan məhz. Elə bilərsən ki, orada üstündə təmizlənmə işləri aparılır. Yəni bunların dediyinə. Amma sən onun genosid olduğunu müşahidə yolu ilə deyirsən və deyirsən ki, burada bir konspirasiya var. Onlar belə bir sövdə eləyiblər ingilislərlə deyək ki, və s. və axır ki, orada bir qırğın baş versin. Okay? Axı mən ancaq yazılanlara inansam, bu son dövrün söhbətidir, yazılanlara inansam mən Azərbaycandakı və dünyadakı həqiqətləri 50 il sonra biləcəm də ancaq. Çünki yazılanlar ifşa olmalıdır. Məsəl üçün nəyəsə ağlıma şey gəldi. Bu son Yuri Dudun bir müsahibəsi var. Çigirinski adında bir adamı çağırıblar. Bu demək Putin hakimiyyətə gələndə bu tərəfdə olub, Luşkovun yanında olub, uduzublar bunlar. Bu deyir ki, biz öz demək Luşkovun propagandasını aparmaq üçün Tetcherin bir dənə SMM-şiki var. Onu çağırıblar. Deyiblər ki, sənə pul verəcəyik, bizim reklamımızı apar. Yəni ki, arxada da Putin də bir başqa qrupbası olub da deyək ki, belə. Və əgər Çigirinski bunu 30 il sonra deməsəydi, kimsə bunu 30 il qabaq desəydi, daha doğrusu deyəcəklər ki, bu adam konspiroloqdur. Halbuki bu adam, yəni o arxada siyasət qurularkən heç bir demokratiya zad yoxdur da və arxada reklam qurulur, SMM-lər aparılır, yalançı medialar ortalığa çıxarılır ki, bu əslində gözəl adamdır, falan adamdır. Yəni hamı bilir ki, siyasətdə mən öz pərdə arxamı verməməliyəm heç kimə. Okay? Budur da, yəni niyyətimi açıqlamamalıyam. Əgər bu niyyət açıqlanmırsa, aşağıların ona qarşı mübarizə üsulu nə qalır? Hətta biraz da dərinə getsək, bütün inqilablar belə, aşağıdakılar belə o da konspirologiya ilə məşğul. Yəni Lenin gizlədirdi özünü, özü bir sövdə qururdu. Əslində deyir ki, yox, mən inqilab eləmirəm. Birdən inqilab eləyərkən biz gördük ki, okey, bunlar səndə doğrudan inqilab eləyirlərmiş yəni. Bəlkə də digər bir sual budur ki, aşağıların nə qədər vecinədir həmin məsələ ortalığa çıxsın. Məsələn, Julian Assange кейsi. Yəni adam UK-də Ekvador səfirliyinə sığındı, bir müddət orada qaldı. Halbuki onun açıqladığı kağızlardan sonra o məlumatı yəqin ki, bütün insanlar bilir ki, yuxarılarla aşağının münasibəti nədir? Çox belə common sense alındı. Hər kəsin xəbəri var. Julian Assange açıqladı və nə dəyişdi ki? Heç bir şey dəyişmədi. Yəni bunun sonradan gətirəcəyi nəsə olacağı, necə təsir edə bilər hansısa bir həyat formasına, hansısa bir sistem dəyişikliyi ola bilərmi yoxsa yox? Bu bəlkə də heç danışılmalı deyil. Bizə maraqlıdır ki, sadəcə konspirologiya deyəndə hansı situasiya başa düşülür. Tutaq ki, düz dünya biz dedik ki, deyil. Biz dedik ki, siyasi olaraq konspirologiya var, hansı ki açıqlanır. Bura Guy Fawkes və yaxud Julian Assange əlavə edirik. Və yaxud hansı ki adını çəkdiyimiz filmlər. Filmlərdə necə baş verir konspirologiya? Bəlkə də biz belə danışmalıyıq. Çünki konspirologiyanın real həyatdakı qarşılığının hansısa bir şey gətirib çıxarmasını şəxsən mən göstərə bilmirəm. Yəni varsa bəlkə də həmişə 90%, yəni bu belə bir Heydər Camalov bunu deyirdi ki, məsəl üçün yuxarılar aşağılara konspiroloq deyirlər. Tərsinəsi görməmişik. Məsəl üçün məşhur o 2001 yoxsa 2000 qüllələr demək olarkən, partlayarkən qoşa qüllə. Bush hələ məhkəmə zad olmamış. Dedi ki, bunu Pakistanlar və Hindistanlar eləyib, açıq deyib də bunu da. Niyəsə heç kim demədi ki, qardaş sənin əlində fakt yoxdur, sən konspiroloqsan. Aşağıda yuxarılar heç şey demədi. Ona deyir ki, o yəqin ki, onun əlində bir informasiyalar var. Halbuki məhkəmə gedir, yəni lap o qaydalarla getsək də. Amma aşağılar bir şey iddia eləyəndə, misal üçün deyəndə ki, ingilislərlə türklər və yaxud Azərbaycan misal üçün ittifaqdadır falan. Bunu dilə gətirərkən sənə deyirlər ki, sən konspiroloqsan, əlində fakt var. Deyirsən ki, qardaş mənim əlimdə nə fakt var? Yəni mən administrasiyanın əlindəki şeyləri oxuyacaq gücə sahib deyiləm axı. Mən ona görə deyirəm ki, tərifi belə qoymaq olar, bəlkə definisiyanı da. Cəhd eləyirik. Demək ki, aşağıların fakta ələ çatmadığı təqdirdə istifadə elədiyi metodika konspirologiyadır. Yəni amma bu rasional olmalıdır. Yəni burada belə bir sıçrayış ola bilməz. Məsəl üçün sən deyə bilmərsən də, mənə elə gəlir ki, yat planetlər dünyanı idarə edir. Bu Bugonia filmində elə deyir. O Qaqaşı sonra deyir ki, sən demə doğrudan yat planetdilər. Qaqaş ona inanırmış.
Amma onlar aşağılarla məzələnmək üçün qəsdən bu metod istifadə olunur ki, təbii ki, qaqaş əgər inanırsa ki, bizi yad planetlər idarə eləyir, mən də ona qarşıyam. O irrasional adamdır. Amma ona da konspiroloq demək, Foucault-ya da konspiroloq demək, bu ədalətsizlikdir. O suları bulandırmaqdır da. Yəni bizi əsl ifşaçılar, yəni məntiqli mənada ifşaçılar Foucault-dan zaddan, Pakula'dan zaddan o düz dünyaya inananlarla eyniləşdirmək istəyirlər. Halbuki bu ayrı-ayrı şeylərdir. İkinci də ekzistensializmdir. Məsəl üçün bizim Başlada heç vaxt öz nəşriyyatımızda reklam eləməmişəm. Başla kitab adında 13 il fəaliyyət göstərən bir nəşriyyat olub. Orada məsəl üçün ən axırıncı kitab qəribədir ki, Roland Taporun Kirayənişin əsəridir. Məsəl üçün orada nədir? Siyasi bir şey yoxdur. Heç bir siyasi bir şey yoxdur. Orada adi adam gəlir kirayə almağa, yəni kirayəçi olmağa və buna oradakı konsiyerj, yəni idarə edən o binanın konsiyerj deyir ki, sən burada it saxlaya bilmərsən, ailə qura bilmərsən. Gülüş səsləri gələ bilməz çünki qonşular şikayət edir. Orada qonşular əslində cəmiyyəti və müəyyən mənada dünyanı, varlığı simvolizə edir də. Fərdi dəli eləməyə başlayırlar da. Məsəl üçün gedir, gəlir, görür ki, hamı onu dəli eləyir. Hətta spoilerdən da keçib orada qaqaş gedir, güzgüyə baxanda görür ki, qadına dönüb. Sən demə bundan əvvəl orada bir qadın olub, bunu dəli eləyib cəmiyyət. Kimsəz olmaz, bu olmaz və o qadın intihar eləyəcək. Bunu da o intihar səviyyəsinə çatdırmaq istəyirlər də. Yəni buradakı siyasət yoxdur, amma həmişə elə bir hiss var ki, insanda dünya sənə qarşıdır. Məsələn, sən bir inqilabi ruha bürünsən, hər şey sənin əleyhivə işləməyə başlayacaqdır. Sanki dünya bir ədalətsizlik, bir status quo-dadır. Sən onu pozmaq istəyirsənsə, dünyanın şər olduğunu demək istəyirsənsə, o dünya şər forması sənə qarşı çıxacaq da. O niyəsə bir mövzuna o birisine tullanır. Məsələn, o şey var idi, bir adam hiking eləyərkən dağda dostu ölmüşdü. Belə bir film var idi. O dedi ki, dağa qalxarkən elə ki, bütün dağ sənin əleyhivə, sənə qarşı şey olurdu. Bəlkə də ikinci, məsəl üçün dünyanın konspirasiya olaraq bir şərə xidmət elədiyini, amma ədalət naminə eləyənlərin orada məhv olmasını da oraya əlavə eləyə bilərik ki, qəribədir ki, 20-ci əsr o dövrdür. 20-ci əsrdə hamı ya ekzistensial konspirasiyadan danışır, ya da politik konspirasiyadan. Yəni bu səncə nəyə əlaqəlidir? Yəni ki, məsəl üçün niyə birdən-birə belə bir insanlarda intuisiya əmələ gəldi ki, o dünya bizi məhv eləyir. Yəqin ki, dünya ilə bağlı anlayış istər fəlsəfədə, istər insanların qavrayışında dəyişdi. Çünki artıq insan dünyanın mərkəzi olma funksiyasını itirəndən sonra dünya ilə bağlı şübhələr getdikcə başqa forma alır. Tutaq ki, 20-ci əsrdə bu şeyin qalxması iki dünya müharibəsi görmüş Avropa üçün dünya ilə bağlı hansısa bir pozitiv qənaət formalaşdırmaq çox çətin olur. Ona görə ekzistensialistlər kimi yazarlar ortalığa çıxdı və onların dünyaya baxışı artıq burada heç bir mənanın tapılmayacağı bir yer, hansısa bir həbsxana kimi, hansı ki bunu biz tutaq ki, Sartre'ın Çıxış yoxdur piyesi var. Hər kəs bir dənə otaqdadır və orada heç bir çıxış yoxdur və hər kəs sadəcə absurd nə eləyə bilər deyə düşünür və hərəkətlər də absurdlaşır. Bunun dünyanın insanla münasibətində ona qarşı necə əleyhinə, dünyanın insanın əleyhinə necə durduğunu görmək olar orada. Və yaxud siyasi mənada olmasa da, başqa bir mənada da yenə konspirologiyadan danışmaq olar. Bir film var 1973, Wicker Man. Yəqin ki, hörülmə adam. Bəlkə də belə demək olar ona. Hörülmə adam. Xatırlayırsan, məncə sən də baxmışdın. Adaya bir nəfər düşür, polis. Və hansısa qızın itməyi ilə bağlı araşdırma aparır və orada sonradan bəlli olur ki, o hansısa bir qəbilə formasında ənənəvi həyat tərzi yaşayan bir yerə düşüb və onlar yavaş-yavaş həmin adamı ələ keçirir və özləri üçün istifadə edirlər. Biraz daha yumşaq forması Midsommar filmidir, son dövr. Orada da bəlkə də konspirologiyadan danışmaq olar ki, sən oradasan və sən ümumiyyətlə başqa, gerçəkliyə matrisin başqa cürdür. Amma düşdüyün yer sənə başqa şey təklif edir. Və sən orada özün necə sənə qarşı hər kəsin qəsdə dayanmağı ki, bunun səbəbi fərqli ola bilər və yaxud onun açıqlaması da fərqli ola bilər, siyasi, ekzistensial və ya tradisional bəlkə də. Yəni Midsommar'da ən azından elədir və sən həmin cəmiyyətin səni necə orada əritdiyini, əzdiyini və sonunda da öldürdüyünü görə bilərsən. Bəlkə də bu da konspirologiya hesab oluna bilər. Pritça var, belə məşhur klassik pritçada ki, qoyunlar demək bir şey var, çoban var və qoyunlar var. Bu qoyunlar buna qarşı
birləşmək istəyirlər və çobanı devirmək istəyirlər. Çoban da hər qoyuna ayrı yaxınlaşıb deyir ki, qoyun olmur, orada deyəsən şey olur, it və canavar və o şimdi bu şey habitatda. Ayrı-ayrılıqda ona yaxınlaşır ki, sən çox xüsusisən, ayrı-ayrı onları çağırır çoban yanına. Deyirsən mənim üçün çox xüsusisən. O belə şeydir də, mən əsas sənə diqqət edirəm. Və bir-bir görürlər ki, məsələn, bir-bir qoyun gedir. Hər qoyun öləndə o birisi deyir ki, bu düz deyib, mənim əsas olan. O birisi də ölür bir-birdə. Və əslində konspirasiya müəyyən mənada budur ki, məsəl üçün müəyyən bir tutaq ki, Vatikan məsələn də dünyaya biz sülh gətirəcəyik dediyi anda dinlər dialoqu dediyi anda əslində o dinlər dialoqu barədə danışmır. Sadəcə insanlara ötürülən fasaddır da o, amma arxada hamı ilə ayrıca danışır. Bax sən əsassan, sən hamı da inanır ki, mən əsasam. Kimsə də öləndə artıq o ölü bax onun sübutu yoxdur. Digəri hesab edir ki, o düzdür də mən orijinalam oradakı məsələ. Yəni bu elə özü məsəl üçün sövdələş. Yəni bu siyasi gedişatdır da. Burada mistik heç nə yoxdur ya. Yəni Vatikanlılar orada nə bilim nəsə bir cadu eləmirlər. Yəni oturub dünyanı necə idarə etməklə bağlı müxtəlif maraqlar var. Lap bu bir mərkəzli olmasın, 3 mərkəzli olsun. Amma hamısı digərinə qarşı bir tələ qurur da. O yəqin Quran da bu çox konspiroloji dili var. Mənə elə gəlir. Məsəl üçün hamı tələ qurar, amma tələ quranların ən yaxşısı Allahdır, hiyləgərlik mənasında. Yəni hamı prinsipcə nəsə bir dənə şey qurur da özünün o hakimiyyətə çıxması üçün və hər zaman bu gizlidir. Niyəsə bunu kimsə rasional olaraq hissə gedəndə deyirlər ki, sən hansı düz dünyaya inanansan, getdin oralansın. Bu çox absurddur da. Yəni konspirologiya yəqin ki, heç vaxt tədavüldən qalxmayacaq. Ona görə ki, kənara da qonaq olan qəhrəmanlardan biri demişdi ki, iqtidar tarixin hakimidir. Tarix iqtidarın quludur. Tarix iqtidarın quludur. Tarix iqtidarın quludur. Tarixdə bəzi şeylər yazılmırsa, niyə yazılmamağı ilə bağlı insanların sual verməyə normaldır. Və onları konspiroloq kimi adlandırmağa da ehtiyac yoxdur. Çünki ola bilər ki, 30-50 il sonra bayaq da dediyim kimi həmin şeylər ifşa oluna bilər və deyilə bilər ki, düz deyilmiş həmin adam. Dünənə qədər dəli kimi baxdığın adam, konspiroloq kimi mənasız kimi baxdığın adam 20 il sonra haqlı çıxa bilər. O ki qaldı hər kəsin Tanrı qarşısında olması və dünya insan münasibətlərində hər kəs bir-birinə qarşıdır konspiroloq olaraq, amma Tanrı da hər kəsə qarşıdır. Werner Herzog'un dediyi kimi, yəni. Məncə bitirə bilərik belə. Bir dənə əlavəm qalıb orada. O da nədən ibarətdir? Misal üçün ən primitiv instinkt var. Misal üçün bu yaxınlarda belə bir dənə paraşada elm dilində desək, elm yox, cəmaatın dilində desək, belə bir misal üçün dedilər ki, taksi şoferləri çox yerdə deyirlər ki, bu tipa sokarla məsələn də nə bilim map hansısa bir Waze ittifaqa girib belə bir konspirologiya deyirlər ki, qəsdən yolu uzaq görsədir ki, çox benzin yandırsın. Məsəl üçün bu Foucault'un arqumenti deyil, bu çox birbaşa sıçra, heç bir rasionallıq yoxdur da burada. Okey, bu fantaziyadır. Yəni əsaslandırması yanlışdır. Mən də onu başa düşürəm. Amma instinkt düzdür axı. Yəni hər zaman aşağılar elə bilir ki, bizi idarə edirlər. Sadəcə aşağılar müəyyən aşağılar o əqli bilikləri imkan vermədiyi üçün o bunu normal formada ifadə edə bilmir. Amma Foucault gəlir eyni şeyi daha əsaslı şəkildə izah edir və əlində sübutlarla, sarb olunan hansısa bir istinadla ona da oyna bunu eyni, yəni yenə təkrar elə ki, qaba qoymaq olmaz müəyyən mənada. Məsəl üçün 2000-lərdən sonra İslam'a qarşı qəribə bir şey yarandı. İslamofobiya yarandı da, məsəl üçün hamısı terrorizmdir. Edward Said də bunu yazan adam ki, bir orientalizm var da, qərb şərqliyə potensial terrorist kimi baxır. Hindistanlı, hardasa deyək ki, bir pizza yerində işləyirsə ona qəribə baxırlar ki, sən buranı indi partladacaqsan. Kimsə Allah Akbar sözünü istifadə edirsən ki, kimsə nəsə bir partlayış olacaqdı. Və də şey olmuşdu, stolun üstündə ərəb dilində yazı var idi. Ərəb dilində yazılan tiblə bağlı yazıdır. Amma elə bir ki, dini yazıdır da orada. Halbuki ateizm yazılır. Bu hərf ərəb hərfidir də. Mənə elə gəlir ki, ümumiyyətlə bir də onu deyim. Məsəl üçün mən Telegramda yazmışdım. Mehman da həmin o mehman da yaxşı onu repost edib yazmışdı ki, əslində şərqlinin yaxın şərqin, xüsusən bu Fələstin coğrafiyasının yeganə sığındığı qəlib konspirologiyadır. Çünki bunlar durmadan istismar edirlər və bunlar düşünürlər ki, okey, qərb orientalist baxırsa, biz aşağı baxırsa da bizim yeganə formamız olur ki, bu bizi idarə edirlər və bizi bir təcrübə dovşanı kimi aparırlar. Yaxşı, biz buna necə refleksiya verək? Konspirologiya yolunu, yəni bizi idarə edirlər, bir saziş var və bunu işıqlandırın. İndi işıqlanırlar, halbuki Sudan, Fələstin illərlə bu proses baş verirdi. Bu, yəni mən konspirologiyanı rasional metod kimi müdafiə edirəm. Və onu elə
konspirasiya sözündən qorxmaq lazım deyil. Qorxmaq lazım. Yəni Aysun, Məmməd Süleymanov demir, Məmməd Süleymanovun girişində müsahibədə deyir ki, tip adam həkimdir, adam deyir ki, COP29 nədir o? Covid hamısı qarışdı. Covid mən demirəm ki, elə bir virus yoxdur, amma insanları 4 il idarə etmək üçün qapatmaq bu siyasi aktdır. Yəni istifadə edib bu aktı elədilər. Deyirlər ki, sən konspirasiya az qala bu olduqca materialist və rasional adamı irrasional bir adama çevirdi. Halbuki yəni təlaşa düşmək lazım deyil. Bir gözləmək lazımdır ki, o Julian Assange'lar, Foucault'lar nə deyir? Sonra onları düz dünyaçılarla lazım olsa bərabərləşdirirsiniz. Amma mənə elə gəlir ki, onlar fantaziyanın qurbanıdırlar, irrasionaldılar çünki. Amma konspirologiya rasional metoddur. Sorğulamaya davam etmək lazımdır. Ona görə də siz uçuruma baxarkən uçurum da sizə baxın.